Avroasiya İnşaat Kooperasiyası Evraskon Açıq Səhmdar Cəmiyyətinin vergi borcu daha da artıb. Əldə olunan məlumata görə şirkətin vergi borcu hazırda 6.718.407 manat təşkil edir. Təxminən bir ay əvvəl borcun məbləği 3.646.883 manat idi. Avroasiya İnşaat Korporasiyası Evraskon Açıq Səhmdar Cəmiyyəti 15 avqust 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 377.290 manatdır. Şirkətin qanuni təmsilçisi Həmzər İsmiyev İsmail Əfəndiyeviçdir. Lakin o, Açıq Səhmdar Cəmiyyətinin sahibi deyil. Evraskon Açıq Səhmdar Cəmiyyətinin sahibi kimi daha çox baş nazirin keçmiş müavini Abid Şərifov tanınır. Bu barədə mediada kifayət qədər məlumat yer alıb. Abid Şərifov isə özü mediaya açıqlamasında şirkətin qardaşına məxsus olduğunu bildirib. Ancaq onun bu açıqlaması səmimi qəbul olunmayıb. Çünki Evraskon Açıq Səhmdar Cəmiyyəti Azərkörpü Açıq Səhmdar Cəmiyyətinin bazasında yaradılıb və bu, Açıq Səhmdar Cəmiyyətinin isə Abid Şərifovla bağlı olduğu sir deyil. Evraskon Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 22.920 ədədi Abid Şərifovun xanımına məxsusdur. Bu barədə mediada gedən araşdırma materiallarında qeyd edilib. Başqa bir fakt isə Evraskon Açıq Səhmdar Cəmiyyətinin əvvəllər yerləşdiyi hüquqi ünvanla bağlıdır. Məlumatlara görə şirkət əvvəllər Şərifovlarla eyni ünvanda Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73-də qeydiyyatda olub.